بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Mücahid rahimahullah buyurur ki, Abdullah bin Ömer radiyallahu anhu belə dedi: Ey Mücahid, səhərlər axşama çıxacağından bəhs etmə. Ölmədən əvvəl, öldükdən sonra üçün sənə lazım olacaq azuqəni topla. Ölmədən əvvəl, ölümdən sonrası üçün sənə lazım olacaq azuqəni topla. Xəstələnmədən əvvəl sağlam ikən etməli olduğun şeyləri et. Belə ki, sən sabah hansı adla çağırılacağını bilməzsən. Yəni, qiyamət günü səni hansı adla çağıracaqlar bilməzsən. Sələflərdən biri belə deyir: Səhərə çıxan kəsin bu 4 şeyə əməl etməsi lazımdır. Səhərə çıxan bir müsəlman labuddur ki, bu 4 şeyə əməl etsin. 1. Allahın fərz qıldığı şeyləri əda etmək. 2. Allahın qadağan etdiyi şeylərdən uzaq olmaq. 3. Alış-veriş, müamilə, münasibət qurduğu insanlarla ədalətli və insaflı davranmaq. 4. Düşmənləri ilə münasibətləri düzəltmək. Əgər bir kəs bu 4 şeyə əməl edərsə, onun salihlərdən olduğuna ümid edirəm. Yenə sələflərdən birindən soruşdular: İnsan yatağından hansı niyyətlə qalxmalıdır? Sual verirlər sələflərdən birinə ki, insan yatağından qalxanda hansı niyyətlə qalxmalıdır? O belə cavab verir: Necə yatdığına baxmadan, necə qalxması haqqında sual vermək doğru deyil. Əvvəl necə yatdığına baxmaq lazımdır. İnsan 4 şeyə əməl etmədən yatmamalıdır. Onlara diqqət edin qardaşlar. Bir müsəlman 4 şeyə əməl etmədən yatmamalıdır. 1. Haqqına girdiyi, haqsızlıq etdiyi heç kəs qalmayana qədər yatmamalıdır. Haqqına girdiyi, haqsızlıq etdiyi heç kəs qalmayana qədər yatmamalıdır. O zülm etdiyi kəslə halallaşdıqdan sonra yatmalıdır. Belə ki, əksər hallarda ölüm mələyi gəlir və həmən kəsin canını alır. Bu halda Rəbbinin huzuruna gedən kəsin əlində heç bir bəhanəsi qalmaz. 2. Boynunda Allahın fərzlərindən bir fərz olduğu müddətcə yatmamalıdır. Əgər yuxuda olarkən ölüm mələyi gələrsə, o fərzi əda etmədən Allahın huzuruna getmiş olar. 3. Keçmiş günahlarına tövbə etmədən yatmamalıdır. Əgər bu halda ölsə, Allahın huzuruna günahkar kimi getmiş olar. 4. Vəsiyyətini doğru və tam şəkildə yazmadan yatmamalıdır. Əgər bu şəkildə yataraq ölərsə, vəsiyyətsiz ölmüş olar. İnsanlar 3 cür səhərə çıxırlar. 1. qrup insanlar mal, mülk, sərvət tələb etmək üçün çıxırlar. Mal, mülk, sərvət tələb edərlər. 2. qrup günah işləmək niyyəti ilə çıxarlar. 3. qrup səfərə çıxma niyyəti ilə səhərə çıxarlar. Mal, mülk, sərvət qazanmaq niyyəti ilə çıxanlar həmən gün Allah Əzə və Cəllənin onlara yazdığı ruzidən başqasına nail olmazlar. Malları çox olsa belə Allahın ona ayırdığı ruzunu yeyə bilərlər. Həmən gün malları çox ola bilər, çox qazana bilərlər. Amma Allah Əzə və Cəllə onlara nə yazıbsa onu yeyəcəklər. Bəzən insan fikirləşir ki, mən bugün çox işləyirəm, çox işlədiyimə görə də çox qazanıram. Yəni, bu necə olur? Yəni, Allah Əzə və Cəllə mənim ruzimi bugün bu qədər yazıbsa əgər, bəs mən çox işləməyimdən asılıdır axı. Mən çox işləməklə çox qazanıram. Bəs bu necə olur? Bəli, sən çox işləməklə çox qazana bilərsən, amma yediyin o qazancın olmayacaq. Allah Əzə və Cəllə nə yazıbsa, o qədər yeyə biləcəksən. O qazancının hamısı sənin deyil. Günah işləmək niyyəti ilə səhərə çıxanlar həmən gün rəzil rüsvay olarlar. Səfərə çıxmaq niyyəti ilə səhərə çıxanlara Allah Əzə və Cəllə həm ruzi, həm də səfər nəsib edər. Səfər deyildikdə, yəni axirət səfəri. Yəni, axirəti üçün çalışmaq üçün səhərə çıxanlara Allah Əzə və Cəllə həm ruzi nəsib edər, həm də həmən səfərin mükafatını nəsib edər.
Sələflərdən yenə biri belə buyurur: Səhərə çıxan kəsə bu iki şey lazımdır: əminlik və qorxu. Əminlik Allah Əzə və Cəllənin onun üçün həmən günün ruzisini yazdığına inanmaqdır. Əmin ol ki, Allah Əzə və Cəllə sənin bugünkü ruzini yazıb. Ya az yazıb, ya çox yazıb, mütləq yazıb. Ondan artığını almayacaqsan. Və o mütləq sənə çatacaq. Qorxu isə Allah Əzə və Cəllənin əmrlərini tam şəkildə yerinə yetirib yetirməməsindən qorxmaqdır. Qul bu iki şeyi cəm edərsə, Allah Əzə və Cəllə ona iki neməti ikram edər. 1. Allahın verdiyi ilə kifayətlənib ona qənaət etmək. 2. Allaha ibadət etməyin ləzzətini əldə etmək. Rabi bin Haysəmə rahiməhullaha soruşuldu ki, səhərə necə çıxdın? O belə cavab verir: günahkar və zəif olaraq çıxdıq. Allah Əzə və Cəllənin verdiyi ruzidən yeyib əcəlimizi gözləyirik. Malik bin Dinar rahiməhullaha səhərə necə çıxdın deyə soruşulduqda belə cavab verir: bir evdən başqa evə gedən, amma gedəcəyi evin cənnətmi, cəhənnəmmi olduğunu bilməyən kəsin səhərə çıxdığı kimi. Amr bin Qeys rahiməhullah buyurur ki, mən özümü günahlara batırmış, Allah da məni neymətlərlə boğmuş şəkildə səhərə çıxdım. İndi isə ibadətlərim, günahlarım üçün bir təmizləyicidir, yoxsa Allahın neymətləri üçün bir şükürdürmü bilmirəm. Səhərə günahlarla çıxdım və Allah Əzə və Cəllənin neymətləri ilə çıxdım. Bilmirəm, etdiyim ibadətlər günahlarıma kəfarədir, yoxsa Allahın neymətlərinə şükürdür. Yenə sələflərdən biri belə buyurur: İnsanoğlu səhərə çıxdığı hər gün bu 10 şeyi özünə vəzifə etməlidir. Buna diqqət edin, qardaşlar. İnsanoğlu, müsəlman, səhərə çıxdığı hər gün bu 10 şeyi özünə vəzifə etməlidir, özünə vacib etməlidir. 1. Yuxudan oyanarkən Allah Əzə və Cəlləni anmaq. Bunun dəlili Allah Əzə və Cəllənin bu ayəsidir. Tur surəsi 48-ci ayədə Allah Əzə və Cəllə buyurur ki, وَاسْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ. Sən öz Rəbbinin hökmünə səbr et. Həqiqətən sən bizim gözlərimiz önündəsən, yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et. İkinci vəzifə, övrət yerini örtmək. Allah Əzə və Cəllə Ərəf surəsi 31-ci ayədə buyurur ki, Ya bəni Ədəmə xuzu zinətəkum ində kulli məscid və kulu vəşrabu və la tusrifu innəhu la yuhibbul musrifin. Ey Adəm oğulları, məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin, yeyin, için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. Üçüncü vəzifə, dərs namazı tam və vaxtında almaq. Allah Əzə və Cəllə Maidə surəsi 6-cı ayədə buyurur ki, Ya eyyuhəl-ləzinə əmənu, İzə qumtum iləs-salati fəğsilu vucuhəkum. Ey iman gətirənlər, namaza qalxdığınız zaman üzünüzü yuyun və əydiyəkum iləl-mərafiq və əllərinizi dirsəklərə qədər yuyun. Vəmsəhu bi-ruusikum. Başınıza məs çəkin və ərciləkum iləl-kəəbeyn və ayaqlarınızı topuqlara qədər yuyun. Dördüncü, namazları vaxtında və tam olaraq qılmaq. Necə ki Allah Əzə və Cəllə Nisa surəsi 103-cü ayədə buyurur ki, İnnəs-salətə kənət aləl-mu'mininə kitəbən məvqutə. Həqiqətən namaz möminlərə müəyyən, təyin olunmuş vaxtlarda fərz edildi. Beşinci, ruzi haqqında Allah Əzə və Cəllənin vədinə güvənmək. Onun vədindən əmin olmaq. Allah Əzə və Cəllə Hud surəsi 6-cı ayədə buyurur ki, وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا. Yeryüzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Yeryüzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allaha aid olmasın. Altıncı, Allah Əzə və Cəllənin böldüyü ruziyə razı olmaq və qənaət etmək. Allah Əzə və Cəllə buyurur ki, Nəhnu qasemnə beynəhum məişətəhum fil həyati dünya. Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Zuhruf surəsi 32-ci ayədə. 7-ci, Allah Əzə və Cəlləyə təvəkkül et.
Allah Azze ve Celle Furqan surəsi 58-ci ayədə buyurur ki: "Və təvəkkəl aləl hayyillezî la yemut." Diri olan, heç vaxt ölməyəcək olan Allaha təvəkkül et. 8-ci Allah Azze ve Celle'nin əmrlərinə və hökmünə səbr etmək və ya riza göstərmək. Allah Azze ve Celle Ali İmran surəsində buyurur ki: "Ya eyyuhellezine amenusbiru." Ey iman gətirənlər, səbr edin. 9-cu Allah Azze ve Celle nemətlərinə şükr etmək. Allah Azze ve Celle Nəhl surəsi 112-ci ayədə buyurur ki: "Və kulu mimma razaqakumullah halalan tayyiban veşkuru ni'metallah." Allahın sizə verdiyi halal və pak, təmiz olan ruzilərdən yeyin və Allaha şükr edin. 10-cu halal qazanıb halal yemək. Və kulu min tayyibati ma razaqnakum. Allahın sizə verdiyi ruzilərin təmiz olandan yeyin. Şübhəsiz ki, bu sələflərdən nəql edilən bu şeylər bir müsəlmanın həqiqi müsəlman kimi yaşayıb, Allah Azze ve Celle'nin rizası ilə yaşayıb, müsəlman kimi can verməsinə, Allaha qovuşmasına səbəb olacaq şeylərdəndir. Yəni, müsəlmanın yaşayışı onun ölüm anının zəmanətidir. Allah Azze ve Celle'nin rizası üçün yaşayan, Allahın rizası ilə yaşayan bir müsəlman, ölüm anında olduğu zaman da Allahın rizası ilə canını verməsinə Allah yardım edir. Allah Azze ve Celle onun Allahın rizası ilə can verməsinə yardım edir. Ki, bir müsəlmanın ən böyük bu dünyadakı imtihanı ölüm anında olan imtihanıdır. Kim bu dünyada Allah Azze ve Celle'nin rizası ilə yaşayarsa, kim bu dünyada Allahın razı qaldığı şəkildə yaşayarsa, Allah Azze ve Celle ölüm anında onu razı salar. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.